76-nın elə şəklinin üzərində göstərirəm burada. Bax, deyir ki, tərəfi 3 olan kvadrat 9 kongruent kvadrata bölünür. Bax, bu kvadratdır, verilən kvadrat budur. Tərəfi 3-dür, 9 yerə bölünür. 9 dənə kvadrata bölünürsə, onda bunların hər biri olur, bax, bu balaca kvadratların hər birinin uzunluğu, tərəfinin uzunluğu olur 1. Oldu mu? Yenə nəticədə 3, 3, 3 paylanmış olur. Bax, burada içəridə bir dənə üçbucaq var, bu rənglənmiş hissə. Bu üçbucağın sahəsini bizdən istəyir. S bərabərdir 2də 1 AH düsturunun tətbiqi ilə yaza bilərik. Bu səfər üçbucağın tərəfini bax, bu BC tərəfi olaraq götürək. A-dan da BC-yə çəkilmiş hündürlük, bax, bunu götürək. Bunların ikisi də istər üçbucağın tərəfi olsun, istər üçbucağa çəkilmiş, bu tərəfə çəkilmiş hündürlük olsun. Bu kvadratların tərəfindən istifadə edirik. İndi BC-nin uzunluğu olurmu? 1, 2, 3 dənə balaca kvadratın tərəfinin uzunluğu qədər. Yəni 3. A-ya deyək ki, A bərabərdir 3 oldu. Hündürlük də olacaq, bax, bu 2 dənə kvadratın tərəfi qədər. Bax, bu da olur hündürlüyümüz. H da olur 2. O zaman S bərabərdir 2də 1, 3 vurulsun 2. 2-lər ixtisar gedər, sahə olacaq 3.